Salam dostlar, Excel-də slope qraf adlı belə bir diaqramı necə hazırlaya bilərik? Bu videoda bunu izah edəcəm. Hansı ki, bu diaqram Excel standart diaqramları içərisində yoxdur. Və bu diaqram mahiyyəti kiçik datalarda əsasən istifadə olunur. İki dövr arasında dəyərlərin necə dəyişdiyini vizual olaraq göstərmək üçün istifadə olunacaq diaqramlardan biridir. Bəs bu default olaraq bu Excel-də yoxdursa biz bunu necə yarada bilərik? Keçək növbəti səhifədə bunu izah edək. Baxın, gəlirik cədvəl üzərinə. Insertdən bizə lazımdır ki, bir xətti diaqram quraq. Gəlirik bu hissəyə və line seçmirik. Line seçib sonra nöqtələr əlavə edə bilərsiniz, amma birbaşa məsləhət ki, line with marker seçərsiniz. Bu forma seçdik. Daha sonra chat dizayn menüsündən switch row deyib sətir sütun yerini dəyişirik. Bu formada gördüyünüz kimi artıq demək olar ki, diaqramın strukturu hazır oldu. Geri qalanı, əgər diaqram istifadə edirsə, az çox təxmin edirsiniz nələr baş verəcək. Demək olar ki, bizə legendlər lazımdır. Legendləri yığışdırırıq. Bir line silirik. Bu akseslər qalsın, bunların şriftlərini falan dəyişəcək. Title-a istəsəz olar, istəsəz olmaz. Bunu özünüz qərar verə bilərsiniz. Mən hələ ki yığışdıracağam. İndi gəlirik yoldaşlar. Baxın, burada ara məsafəsi çoxdur. Birinci bunu həll edək. Bunun üçün biz aksesdəki bu nömrələmənin başlama yerini 0 yoxdur. Birbaşa bir qədər yuxarı təyin etməliyik. Deməli, üzərini iki dəfə klik edirəm bu rəqəmlərin. Sağda belə bir bölmə açılır. Gəldik buradan. Mən buradan minimum edirəm 1500. Gördüyünüz kimi artıq formalıdır. 4000 dəstəsi azalda bilərsiniz. 3800 edə bilərsiniz. Hansı ki maksimumda dəyişir. Biraz daha yuxarı yaxınlaşmış olur. Okey. Gəlin bunların şriftlərini təyin edək yoldaşlar. Arial edəcəm mən hamısını. 12 formada. Bunu silə bilərəm artıq mən lazım deyil. Sadəcə hündürlüyü tənzimləmək üçün istifadə etdim ondan. Okey, gəlin bunların hamısını, məsələn, buradakı mən hamısını boz eləmişəm. Siz təbii ki, istədiyiniz formaya sala bilərsiniz. Gəlin bu xəttlərin dizayn üzərində işləyək. Deməli, biz indi bunların hamısını data label əlavə etməliyik. Gəlirik chat dizayndan, add chart elementdən, data label deyib, mod data label options'a gəlirəm. Buradan keçirik bax bu hissəyə, label options açırıq. Təbii ki, bu hissə üzərində 2 dəfə klik etməklə də daxil ola bilərsiniz. Burada bizə lazımdır value'lar avtomatik gəldi. Bizə burada lazımdır əlavə olaraq seriya name-də görsənsiniz. Baxın, region A. Bir digərinə baxaq. Burada seriya name. Hamısını seçib bir-bir hamısında seriya name aktivləşdiririk. Daha sonra buradakıların sağda qalması normaldır, amma bunlar sola hizalanmalı, sol tərəfində yerləşməlidir. Bu üçün nə edirik? Bunu bir dəfə seçirəm, bir dəfə seçirəm, təkcə bunu seçirəm. Buradan deyirəm left. Bunu da eyni qayda. Hamısını bir-bir edirik. Okay. İndi gəlir şriftlərin böyüdək. Arial edək bunu da. 12, yəni 12 çox oldu desən, 10 edək. Ya 10 edək. Bunun biraz ölçüsünü böyüdək yoldaşlar. Həfsi okeydir. İndi bu dizaynı digərlərini tətbiq etmək üçün seçirəm bunu. Format Painter götürürəm. 2 dəfə klik edib bir-bir hamısına tətbiq edirəm formatı. Okay. İndi gəldi. Bunları mən qalınlaşdıracağam, bold edəcəm. Bunu hamısını tətbiq edəcəm. Deməli, gəlirəm bax bu fırça işarəsi olana file, fill and line-a. Buradan deməli bizə lazımdır. İç rəngi bozdur zaten. Amma mən biraz daha tünd boz eləmək istəyirəm bu formada. Qalınlığı edəcəm. Bax, formada edəcəm qalınlığını 275 falan. Okay. Smooth lazım deyil. Keçək indi markers bölməsinə, hansı ki bu dairələri təyin edək. Bunun üçün gəlirik buradan fill hissəsinə. Border'ı no line edirəm. Filldən solid fill deyib, bunu da elə boz rəng seçəcəm və marker options'a gəlirəm. Buradan build deyirəm, dairənin biraz ölçüsünü böləcəm formada. Bax, demək olar ki, artıq yaratdıq. Digərlərində eyni cür tətbiq etməyimiz lazımdır. Sürətli formada edəcəm bunu mən indi. Kıyalırsa hamısını boz etdim. İndi mən burada məsələn yüksəyə doğru gedənləri qırmızı ilə fərqləndirmişəm. Siz isə qırmızı edə bilərsiniz burada. Məsələn, tutaq ki, bunu da gəlin lap dəyişək, bunu qırmızı edək. Baxın, bunu qırmızı edək, bir də bunu qırmızı edək. Hansı ki, bunlar yuxarı doğru dəyişir. Eyni zamanda bunların dairə hissələrini də, markerlərini də qırmızı edək.
Elə burada. Okay. Demək olar ki, diaqramımız hazırdır. Mən biraz dizayn eləmiş, kənarını oval etmişəm, narıncı rəngdə eləmişəm. Bunu eləmək üçün də yenə yoldaşlar bu hissəyə də seçib, ümumi kənarı seçib bu hissəyə daxil oluruq. Burada sadəcə fill, no fill edə bilərsiniz, seçmə edə bilərsiniz. Burada borderi solid edib, buradan narıncı rəng verirəm və bu borderi qalınlaşdırıram biraz. Eyni zamanda gəlirəm aşağıdan rounded corner deyib bu hissə işarə qoyuram bu formada. Artıq belə deyim, oval oldu dizaynı. Bir də kiçildək, bir də kiçildək. Çox hazırdır. Baxın. Bu formada yoldaşlar slope qraf yaratmaq mümkündür. Sən də Excel-də vizuallaşdırmanı öyrənmək istəyirsənsə, YouTube-da bununla bağlı başqa videolar da var, onları da izləyə bilərsən. Növbəti videolarda görüşənədək.